Deməli, bizim ən qədim mənbələrimizdən biri olan mərhum Şeyx Saduqun bütün mühəddislərimizin ruhuna salavat zikr eləyək. Allahümmə Kitabın adı Ət-Təvhid. Demək olar ki, heç bir İslam alimi, istər sünni olsun, istər şiə olsun, bir hədis kitabı yoxdur ki, əvvəldən axıracan tohiddən bəhs eləsin. Ola bilsin, mühəddis hədis kitabı yazıb, orada tohid üçün bab ayırıb, o başqa. Bütün mühəddislərdə demək olar ki, tohidə yer ayrılıb, bir neçə hədislə və yaxud bir neçə babla. Amma xüsusi bir kitab olsun, əvvəldən axıra qədər tohiddən bəhs eləsin, digər məzhəblərin heç birində yoxdur və bizim alimlərimizin də demək olar hamısı müvəffəq olmayıblar bir kitab cəm eləməyə, fəqət mərhum Şeyx Saduq müvəffəq olub, Əhl-i Beytdən, Peyğəmbərimizdən Muhammed sallallahu aleyhi və səlləm bir kitab cəm eləyib və bu kitab da çox önəmli kitablardan biridir bu sahədə.